göstərim. Ağdam qəhbəsini göstərirəm. Ağdamdan bilirsiniz ki, qəhbə hər səmit çıxmır. Amma bu qəhbə çıxır. Baba əyilməyə bax, videoxaya bax, videoxaya bax ya. Əyilməyə bax ya. Aya, görün, necə qəhbənin balası olmalısan sən, İlham Əliyevə yataqlanasan. Ağdamların adından bu sözü deyəsən. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca liderimiz həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Önderimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbər olsun. Onunla fəxr edirik biz. Sizinlə fəxr edirik. İndi gəlin görək bu adam, bu danışan adam, bu qəhbənin balası kimdir? Gəlin baxaq görək kimdir. Bu Elçin Quliyevin adamıdır. Adı Marif Hüseynovdur. Qarabağ Atçılıq kompleksinin rəhbəridir. Bilirsiniz ki, Atçılıq Federasiyasında rəhbəri Elçin Quliyevdir. Şərəfsizin biridir. Bunu Elçin, bu danışığı, bu tezisi, bu şablon sözləri Elçin təşkil etdiribdir, soxubdur tədbirə. Və bu danışığı etmək üçün bir aya yaxın məşq etdiribdir Elçin Quliyevin adamları. Baxın, Elçin Quliyev İlham Əliyevlə qohum olduğu üçün xüsusilə Heydər Əliyev məsələsini buna danışdırır, Heydər Əliyev məsələsini. Bunun özünü, yəni Marifin Qarabağda 3000 hektar o bölgədə, tək Qarabağ, Ağdamda yox, Ağcabədə zadə, 3000 hektar, 3000 hektar, neçə rayonun ərazisi, torpaq sahələri var, 3000 hektar, güya Qarabağ atlarını orada otarır. Ən əsası da Dövlət Sərhəd Xidməti rəisi Elçin Quliyev Bakıdakı Binə Atçılıq Mərkəzində elit sarayında at ətini bu Marifdən götürür. At ətini bu Marifdən götürür. Qarabağ zonasında, əsasən də Ağdam, Füzulidə kəndlərdən arıq, xəstə atları Atçılıq Federasiyasının hesabına dövlətin pulu ilə alıb bir müddət sonra at güya ölüb, adı ilə qeydiyyatdan vurub silirlər, amma həmin atı əslində ölmür, onu kəsib, həmi Atçılıq Federasiyasının yanında olan Şadıq Sarayında, həmi də elit Şadıq Sarayı daxil digər yerlərdə satdırırlar. Göstərim, sizə şəkil göstərim, hala. Həmən o qıraqda duran qəhbənin doğduğudur. Atçılıq Federasiyasının rəhbəri, baxın, bu adam daha o danışan. Bu adam daha o danışan. Bunun bağışsının ağzına, bunu doğan ananın, bunu əkən kişinin görünü bomba. Bax, mənimki də olsun bunların hamısının ağzına. Bunun klapanlarına, arvadının, anasının görünü. Bütün Ağdamların olsun bunun nəslinin ağzına. Bunun nəslini Yekaterinaya döndərməsəm, onda Qabil, sən adam döysən, kişi deysən. Sən o hökumətin başına gəlsən, adam deysən, kişi döysən. 50 illik yeyintinin, 50 illik ailə, bütün hamısı bəy, bu oğraşın qəhbənin doğduğunu silə bir sadə bir vətəndaş idi, ha? Eləmi? Eləmi? Alava İlhamın yanındadır, bax. Amcello Mehriban da oradadır. İlham Əliyev də oradadır, bu oğraş qoca göt verən də oradadır, baba. Bu. Silə bizə sıradan bir adam idi də. Sıradan bir adam idi də, çıxdı İlhamın ürək sözünü dedi. Ha, elə bilirsiniz elə. Bunun sifətinə bax, bunun sifətinə bax, bunun ağzına bunu bir sınav araram, bunun ağzından qara qovurma pişirib bunu Mehribana yedizdirərəm. Cəmaata niyə soxuşdurursunuz? Sıradan bir adam kimi güya İlham Əliyev Ağdamlar adından nə bilim təşəkkür eləyir. Bu qəhbə 50 ildir 3000 hektar torpağı, Ağcabədi, Füzuli, Ağdam, nə bilim o tərəflərin hamısı bunun torpağıdır. Yüzlərlə ferması var. Minlərlə çobanı var. Heç bir çobanın maaşını vaxtında vermir. Versə də yarımçıq verir. Çobanların arvadına patxot eləyir. 2 dəfə başını, fermada başını arvad yarıbdır. Arvadın götünü, çoban arvadın götünü əllədiyinə görə. Ağdamlılar. Mən eşlənən Ağdam kişiləri çox deyim, mən eşlənən kişilərdən gedir söhbət. Bunun dədəsinin, anasının görünə atın. Sizin hamınızı yaltaq götə girən kimi qələmə verdi. Hamı söydü, hətta Ağdamları söylən oldu bu oğraşın sözünlə. SSR vaxtında Ağdamlılar gələndə SSR devlət əsməsirdi. Heydər Əliyevin anasını dombaldı Ağdamlılar olur. Heydər Əliyevin arvadı Zərifəni dombaldı Ağdamlı olubdu. Ona görə Ağdam verilməmişdi Heydər Əliyev. Heydər Əliyev ona görə arxadan güllələtdirdi. Mən bilmirəm mi nə deyirəm, mən qohumlarım da Ağdamda savaşıbdı. O deyirlər, kadrlar var, o kadrlar mənə atın axşam göstərim. Belli, Heydərin adamları, qara paltarlar arxadan bizi güllələdi. Ağdamda silahı yerə qoymayanın ailəsini çölə tökdürdü Heydər Əliyev. Ona görə Ağdamlılar nəyi var qırdırdı və 16 nəfərə də milli qəhrəman verdi. KGB taktikası belədir, öldürdüyünə ad vermək. Öldürdüyü adamın cənazəsinə birinci gəlmək, uzağa ikinci gəlmək. Öldürdüyü adamın cənazəsində göz yaş tökmək. O da bax Heydər Əliyev Elçi bəyi öldürdü, gördünüz mü? Göz yaş tökdü.